Sabahlarınız aydın, sabahlarınız günaydın. Hər vaxtınız xeyir olsun əzizlərim. Siz indi başqa saatlarda izləyirsiniz. Videomuza, kanalımıza, ailəmizə, evimizə xoş gəldiniz. Bizdə səhərdir. Deməli, Aylinə yumurtalı çörək burada bişirirəm. Burada Dəniz soyutma yumurta və kartof istəyir. Pomidor xiyarla belə salat kimi eləyib yeyəcək. Çörək istəmədi. Fidanla da Aylişka bunları yiyəcək. Mamamla mən çay içmişik. Yoldaşım yemək yeyib gedib. Belə. İndi burada qızarsın bunlar yavaş-yavaş. Daha sonra bir dənə çayla Aylişkaya verim yesin. Biz də keçək yemək pişirək. Nə bilim, bir çox işlərimiz var. Görək hansı işlərimizi görürük. Dedim videomu açım, sizlərə sabahınız xeyir deyim. Ondan sonra başlayayım digər işlərmə. Çox şükür ki artıq məktəb bitdi. Məzun olan bütün balalara uğurlar arzulayıram. Mənim Aylişkam 4-cü sinifdən 5-ci sinifə adladı. Dənizim 8-ci sinifdən 9-a adladı. Fidaşka 6-dan 7-yə adladı. Bütün balalara uğurlar arzulayıram. Bütün balaların yolları açıq olsun. Bundan sonra inşallah ki çox vlog yükləyəcəm. Çalışdığım qədər. Bilirsiniz, başım qarışır ona, buna, nə bilim, bu ara Vinetka çəkilişləri falan oldu bizdə. Uşaqlar piknikə getdi, nə bilim, gəzintilərə gedirlər. Ona görə tam rahat video çəkə bilmirəm. Belə. Bundan sonra inşallah yaxşı çəkəcəm. Az vaxtda Qəbələyə də gedəcəyik. İnşallah oradan da qəşəng yaşıllıqlardan, qaynanamın güllü çiçəkli bağçasından, dadlı yeməklərindən, cücələrindən, toyuqlarından da çoxlu çəkilişlər eləyəcəm sizə. Meyvə tərəvəz əkibdir, onlardan. Hamısından vloglar çəkəcəm, Qəbələ vlogları da. Bilirəm ki, çox sevirsiniz. Belə, bu burada qaynasın, bu burada qızarsın. Aparım uşaqlara verim yesinlər. Başlayaq günlük işlərimizə. Keçmişəm yemək hazırlamağa, əlbəttə. Əslində xadinkdə biraz yeməklər var, dünəndən qalma. Amma onlar təzə yemək pişməlidir, çünki yoldaşım işdən gəlir. Bizə qalsa nə var ki? Amma ona görə buraları mamam belə eləyib ki, yağ çırtıyanda asan da olsun silmək. Bura kafildir, baxın. Bu kafildən silmək çətin olur. Keçim əsas mətləbə. Yoldaşım gələcək deyən yemək hazırlanmalıdır, mütləq isti yemək. O qalıq-qulıq yemək ona verə bilmərik. Özümüz olsaq, özümüz yeyərik. Deməli, belə nə hazırlayırıq? Burada belə kələm almışdım. Kələm qoymuşam pörtlənməyə. Kələm dolması və yarpaq dolması ikisini bir qazanda bişirəcəm. Niyə? Dənizin ad günündən bizim bir sıxım belə yarpağımız qalıb, heyfim gəldi. Xadinkdədir. O xarab olmasın deyənə bugün də çıxartdım ki, kələmlə yarpaq büküm. Bir qazan kələm yarpaq dolması bişirim. Bir qazan da lobya bişirəcəm. Amma lobya necə? Yumurtalı, kartoflu, soğanlı, qəşəng də belə qovuracam. Daha sonra yumurta əlavə eləyəcəm. Bunu da qoymuşam burada pörtlənməyə. Bu burada pörtlənsin. Yumurta ilə kartofla eləyəndə mən belə edirəm. Pörtlədib əlavə edirəm. Yox, sırf əgər özünə tək eləyəndə isə onda başqa cür edirəm. Soğan qoyuram, yaşıl-yaşıl əlavə edirəm. Nə bilim, pomidor falan öz suyuna pişir. Arada bir çömçə salıb qarışdırıram. Nəysə, çox danışdım. Kələmimi pörtürəm. Daha sonra yarpaqlarımı isti suda gözlədib başlayıram dolmamı bükməyə. Niyə 2 qazan yemək bişirirəm? Bir qazan lobya bişirəcəm, bir qazan dolma. Çünki sabah Aylinin son dərs günüdür. Dərs deyəndə biz piknikə gedirik sinif olaraq. Vinetkamız, piknikimiz, nə bilim, kitab vermə, 4-cü sinifi bitiririk. Aylin, bilirsiniz, 4-cü sinifi bitirir, 5-ci sinifə qədəm qoyur. Çox çətindir müəlliməmizdən ayrılmaq. Mənim 8 ildir tanışam müəlliməmizlə. Dəniz onun sinifinə gedib, sonra Dəniz bitirmişik, Aylinlə davam etmişik. Bu il çox kədərliyəm. Həqiqətən, yəni vlog zadda falan çəkə bilməm. Biraz nastroyenim yoxdur, başqa problemlər o.
Neysə ki, həyatımızda hər şey inşallah yaxşı olsun. Sabah bizim piknikimiz var. Ona görə bugün 2 qazan yemək bişirirəm ki, mən evdə olmayanda evdə mənim hazır yeməyim olsun. Bizdə belədir. Mən evdə olmasam belə evdə mütləq qaynar qazan olmalıdır, yemək olmalıdır. Ona görə də 2 qazan bişirirəm çünki sabah hazırlaşmaq falan çatdırmayacağam. 2 qazan bişirirəm ki, bir qazan bugün də, yəni bugün yeyilsin, sabaha da yemək qalsın. Ona görə. Gedim gətirim, kələmi çevirim yavaş-yavaş. Mən həmişə belə pörtlədirəm, bilmirəm indi sizlər necə pörtledirsiniz, düz eləyirəm, səhv eləyirəm. Yəni mənim metodum budur. Mən belə hazırlayıram həmişə. Belə qoyuram, pörtləndikcə belə yarpaqlayıb götürürəm. Belə daha yaxşı olur. Belə daha yaxşı olur. Vərəq-vərəq açılır. Biraz qoyacağım. Belə harası xoşuma gəlmişsə oranı təzədən qoyuram. Belə birinci lobyamı hazırlayıram. Deməli burada mən xırda-xırda kartof doğramışam. Soğan, sarıkök, yağ, tomat, duz, istiot, 2 diş də sarımsaq. Qazıma baxmayın. Batıbdır çünki yemək hazırlayıram. Bunları belə qəşəng qovurmuşam. Oy, yavaş. Qəşəng qovurmuşam. İndi burada pörtlənməkdə olan lobyamı da əlavə eləyəcəm bura. Daha sonra onlar bir yerdə bişəcək. Ən sonda yumurtasını əlavə eləyəcəm. Belə baxın, bu ikisi birləşdi. İndi yavaş-yavaş bunlar bişəcək. Ən sonda deməli əlavə eləyəcəm yumurtasını. Biraz daha pişsin bunlar. Daha sonra yumurtasını əlavə eləyəcəm. Gedim indi dolmamla məşğul olum. Kələmim, yarpağım hazır. Burada ətim hazır. Yavaş-yavaş bükürük, başlamışıq. Orada qızlar da kömək eləyir. Tez bükək, dolmam da hazır olsun. Vəssalam. Belə xalalar, dolmalarımızı da bitirdik. Dolmalarımızı da bükdük nəhayət. Üstdən yarpaqları qoydum. Baxın, kələmlərim də altdadır. İndi yağlı tomatlı su düzəldəcəm, ədviyalı. Üzərinə bir damcı tökəcəm, yarım stəkan kimi. Qoyacağım qaynamağa. Bu işimiz də belə yekunlaşdı, bu dolmamızda. Deməli, belə gəldim yenə qazın yanına. Bu burada yavaş-yavaş qovrulub. Tamam, hazır olub. Daha sonra yumurtasını belə çalmışam. İndi əlavə eləyəcəm bura. Burada da dolmamı qoymuşam pişməyə. Vəssalam. Belə pişsin. İndi çevirəcəm o birisi yüzünü. Və lobyamızın son halı belədir. Yumurtası da pişdi. Hər şey də hazır. Burada da dolmamız var. Vəssalam. Günün yeməkləri hazır. Bizdə burada belə bir şifonyer var. Bunun qarşısında ayna var da, belə güzgü var. Dəqiqə qızlar bunu ləkə eləyir. Bu bəlkə gün ərzində 500 dəfə silinir. Yalan olmasın. Böyle bir parçamız var. Çok qəşəng bir şeydir. Elə silir ki qəşəngdir. Yəni par-par parıldayır aynı. Bunu silirəm. Hər gün dəfələrlə. Elə bir körpü uşaq var. Qızlar əllərini vurur. Ən çox da Fidan. Oy. Ən çox da o eləyir.
Ən çox da Fidan eləyir. Oldu tərtəmiz. Bunu da pıst eləyək. Tez. Buna elə belə xırdavat falan yığmışıq. Ama yenə də hər gün silim. Bir dənə buraları silib süpürəcəm. Deməli, şüşəni sildim bir günü. Polu süpürmək lazımdır. Artıq xalça olmadığına görə. Necə deyim, ancaq süpürgə ilə süpürürük. Bir də pol dəsmal ilə silinir. Gündə 2 dəfə, 3 dəfə. Belə olanda ev çox batır. Xalçada heç belə deyildi. Bir dənə səhər toz soran çəkirdik. Və salam, bilmirəm sizdə də elədi yoxsa yox. O qız da orada balaca bir yer var, açıq yer. Akvariumun altında. Ora kosmetik vasitələrini yığıb. Onları təmizləyir, səliqəyə salır. Gətirim süpürgəmi, buranı da süpürüm. Bugünün son süpürüb silməyini edək. Bu qızı gözləyirəm, xalalar. Bilirsiniz də bizim digər evimizdə otaqları böyük idi. Bütün əşyalarını yığırdılar, yerləşdirirdilər. Burada məkan balaca olduğuna görə hərənin özünə məxsus olan polkası çox məhduddur. İnşallah yeni evimiz tikilir. Orada hər şey daha yaxşı, daha gözəl olacaq. Fidaşka da belə eləyir. Orada altdakı paltarlar Ali'nin kuklasının paltarlarıdır. Ora qoymuşuq. Fidan gözləyirəm ki, buranı yığışdırsın. Buranı süpürüm. Ben de silim və salam. Tez ol da Fidaşka, tez ol. Bilmirəm, atdıq bəlkə. Deyə, arxada. Eyb yox. Tez ol. Axı mən sən gözləyirəm, tez ol. Belə. Hər yerdə burada beşlər falan hər şey doludur. Ona görə bu evdə çox həm çəkiliş də eləyə bilmirəm, həm dar sıqaçılıq. Maskara bağlılığı. Aha. Davay. Ventilator qoşmuşuq уже. Burada kondisioner də var da, yəni evimizdə. Amma biz taxan kimi mən xəstələnirəm, bilmirəm niyə. Çox çalışıram taxmamağa, yoldaşım bəzən çox qoşur. Ventilator amma o qədər də təsir eləmir. Elə qoşuram, fırlanan rejimə qoyuram. Özü üçün otağı sərinlədir. Yığ da Fidaş, qutar. Yok, bu çok seviyorum. Ona göre. Olsun. Tamam, tez ol. Tez ol. Durum. Все, bu qutardı. Mən də durum süpürgəmi gətirim. Yeni toz soranım necədir? Süpürgə yeni deyil, yəni təmizdir, ancaq evə istifadə olunur. Gün ərzində nə qədər çıxırıq. Nədir o? Zibil falan. Burada balaca yer var. Onu Zuzi için qoymuşum ki uzansın. Həmişə yerdə uzanmasın. O da sağ olsun. Zuzi. Kızım, xalalara salam de. O da sağ olsun, ancaq gedib yerdə uzanır. Mən deyirəm o uzanmasın. Polda. Orada nə var göstərməli? Bunu göstərir Fidan sizə, özü düzəldib, güya şamdır. Hə, ben ye. Yox, nə bilim, bilmirəm. Cəzə. Qoy işimi görüm. O gözünə şey olur, çətinlik çəkilir. Başqasını elə. Bu süpürgəni heç sevmirəm. Mamama demişəm, belə şey olur, necə deyim, yumuşaq formada. Onlardan demişəm, görsə Allah, mən çox süpürgə falan işlətməmişəm deyənə. Bilmirəm, ha. Ay, sen de ye. Mesela. Çox bilmirəm, elə şeylər harda var. Yaxşı. Mamama demişəm, burasına çıxsa alsın. Suziş. Ay Zuzi. Ay Zuzi. Zuzi'ye isti olmuştu Zuzi'ye. Ha Zuzi.
süpürgəmiz də əyilib. İndi başladım silməyə. Bilmirəm bu ventilyatorun səsi sizə çox gəlir, sizi narahat eləyir ya eləmir. Qoşmuşam. Kondisionerimiz də var, amma ona qoşa bilmirəm. Çox xəstələnmirik biz onu qoşan kimi. Hər tərəfi silim. Aycan. Yox, gözdə bir dəqiqə səbirli ol. Təmizdir əslində. Hər dəqiqə silinir onsuz da. Sildim, gəl. Bu paket nədir burada? Götür qızım. Ev falan təmiz oldu. İndi isə sizə nəyi göstərmək istəyirəm. Deməli, bilirəm ki, yaydır, hamı evdədir, bütün uşaqlar. Ancaq evlərdə abur-cubur alınır da. Bizdə də elədir. Axşam həmişə yoldaşım alır uşaqlar üçün gələndə ki, bütün günü yeyirlər. O birisi gün təzədən yenə belə bir kukuruz var. Deməli, o qədər möhtəşəmdir, o qədər dadlıdır. Sizə üz olaraq göstərdim ki, uşaqlarınız üçün əgər alırsa tomatlı, duzludur və pendirli, o qədər dadlıdır. Bunu 4-ünü almışdı axşam yoldaşım, biri yeyildi. 3-ü qalıb, indi də yenə verəcəm, uşaqlar yesin. Ona şəklini də atmışam. Siz üçün də çəkirəm ki, möhtəşəm bir dadlıdır. Belə pendirli sevən uşaqlar üçün vapşım. Siz də alın, marketlərdə var, böyük marketlərdə var, amma belə bugünkü məsləhətimdə bunu verdim. İşlərimizi gördük, yeməmizi pişirdik, evimizi təmizlədik, hər şey qaydasındadır. Yəqin ki, videomuz da bugünlük bu qədər. Sabah birisi gün, nə bilim, bir də yenə video hazırlamağa çalışacağım. Növbəti videolarda, vloglarda görüşmək ümidi ilə. Sağ olun, hələlik.